ki, bizim suda həll olan maddələrimizə elektrolitlər deyilir. Yəni suda məhlulu elektrik cərəyanına keçirilənlər elektrolitlərdir. Niyə onlar elektrolitdir? Çünki suda ionlara parçalanırlar. Həmin ionlar da elektrik cərəyanını keçirdir deyə biz onlara elektrolit deyirik. İki elektrolit məhlulunu qarışdırdıqda onların hər ikisi ionlara parçalanır deyə əslində onların ionları arasında reaksiya gedir. Ona görə də biz bu gün sizinlə öyrənəcəyik ion mübadiləsi reaksiyaları. Yəni iki müxtəlif elektrolit məhlulunu qarışdırdıqda reaksiya nələr arasında gedir? Həmin elektrolit məhlulundakı maddələr ionlara parçalanır deyə ionlar arasında gedir. Buna əsasən biz üç cür tənlik göstəririk. Birincisi reaksiyanın molekulyar tənliyidir ki, biz bunu ümumiyyətlə indiyə qədər ancaq molekulyar tənlikdən və bundan sonra, bu dərsdən sonra da ancaq molekulyar tənlikdən istifadə edərək hesablamalarımızı aparırıq. Yəni bildiyimiz normal tənlikdir. Misal üçün, gümüş nitratın üzərinə natrium xloru gəldikdə məşhur reaksiyamız gümüş xlor çöküntüsü və natrium nitrat alınır. Siz ilk öncə bilməlisiniz ki, reaksiyanın getməsi şərti odur ki, əgər reaksiya nəticəsində çöküntü alınarsa, yəni zəif elektrolit alınarsa, zəif elektrolit dedikdə nəyi başa düşürük? Çöküntülərimizi başa düşürük, çöküntü duzlarımızı. Silikat turşumuz aiddir bura. NH4OH-ımız, çünki NH4OH alınanda oradan NH3 ayrılır deyə NH4OH-ımız. Çöküntülərimiz, suyumuz və yaxud da hər hansı bir qazımız ayrılarsa bu reaksiya axıra qədər gedir. Ümumilikdə dedikdə isə zəif elektrolit alınmalıdır ki, reaksiya axıra qədər getsin. İndi mənim bu yazdığım reaksiyada gümüş xlor alınıbdır deyə bu reaksiya gedir axıra qədər. Deyirik ki, baxın yazdıq. Bu reaksiya molekulyar tənlik adlanır. Nə adlanır? Molekulyar tənlik. Gəlin bunun tam ion tənliyini yazaq. Yadda saxlayırsınız ki, reaksiyada molekulyar tənlikdə yalnız suda həll olan maddələri siz ionlara parçalayırsınız. Yəni gümüş nitratı parçalayıram, gümüş müsbət ionu, NO3 mənfi ionu, üstə gəlinsin natrium müsbət ionu, xlor mənfi ionu alınıbdır. Gümüş xlor çöküntüdür deyə olduğu kimi qalıbdır. Üstə gəlinsin natrium ionu və NO3 ionu. Bu yazırıq ikinci tənlik. Bu ikinci tənliyimiz adlanır tam ion tənliyi. Yəni bütün maddələri, suda həll olanları ionlara parçalayıram. Tam ion tənliyi. Tam ion tənliyindən qısa ion tənliyini çıxardırıq. Qısa ion tənliyini necə çıxardırıq? Sağ ilə solda eyni olan maddələri çıxırıq. Burada natrium müsbət var, var. Burada natrium müsbət var, var. NO3 var, var. NO3 var, var. İxtisar edirik, geriyə nə qalır? Gümüş müsbət, üstə gəlinsin xlor mənfi, alınır gümüş xlor. Bu bizim olur qısa ion tənliyimiz. Nəyimiz? Qısa ion tənliyimiz. Deməli, bu ion tənliklərini yazmağı bacarmalıyıq biz hər birini ki, bizə çətinlik olmasın. Düzdür? İndi baxaq. Bu ion tənliyinə aid başqa bir misal mən deyim. Siz yazın. Görək yaza biləcəksinizmi? Sonra keçək davamına. Birisini misal deyim mən sizə. Həll olan turşu ilə qələvə arasında reaksiya olsun. Misal üçün, deyirik ki, sulfat turşusu, üzərinə gəlirəm kalium OH. Reaksiya nəticəsində nə alınacaq? Kalium hidrogenin yerinə keçəcək deyə kalium 2SO4 və su. Reaksiyamız bu şəkildə gedəcək. Əmsallaşdıranda kalium OH-a 2, suya 2. Əvvəlcə siz müəyyən etməlisiniz ki, burada reaksiya axıra qədər gedibdir. Bəli, gedibdir. Amma niyə gedibdir? Su alınıbdır deyə gedibdir. Çünki suyumuz zəif elektrolitdir. Ümumiyyətlə, reaksiya nəticəsində su alınarsa, bu reaksiya axıra qədər gedər deməkdir. İndi baxırıq. Bunu gəlin tam ion tənliyini. Yaxşı, bunu da mən yazım, bundan sonrakını siz yazacaqsınız.
Tam ion tənliyini yazaq. H2SO4 hansı ionlardan ibarətdir? 2 dənə hidrogen müsbət ionundan, düzdür. Daha sonra SO4 2 mənfi ionundan, daha sonra 2 mol kalium müsbət ionundan, 2 mol da OH mənfi ion. Düzdür. Reaksiya nəticəsində nə alınır? 2 mol kalium müsbət, üstə gəlinsin SO4 2 mənfi, üstə gəlinsin H2O2. Burada görürəm ki, hidrogen burada var. Bu tərəfdə yoxdur deyə artıq üzərindən xətt çəkmirəm. Amma SO4 hər iki tərəfdə var deyə onun üzərindən xətt çəkirəm. Kalium hər iki tərəfdə var deyə üzərindən xətt çəkirəm. Nəticədə qalır 2 mol H müsbət, üstə gəlinsin 2 mol OH mənfi alınıb su. Sadəcə burada əmsallar 2-dir deyə 2-ni də ixtisar edirəm. Qalır H üstə gəlinsin OH alınıbdır H2O. Birinci yazdığım molekulyar tənliyidir. İkinci yazdığım tam ion tənliyidir. Üçüncü yazdığım isə qısa ion tənliyidir. Daha sonra bir dənə də başqa deyək. Deyirik ki, həll olan turşu ilə qələvə arasında gedən reaksiyanı dedik. Reaksiya nəticəsində alındı həll olan duz, bir də suyumuz. Orada alınan çünki kalium sulfatımız həll olan duzumuz idi. Bəli. Reaksiyanın heç çöküntü olmaz da. Reaksiyaya girən çöküntü ola bilər. Nə vaxt turşu ilə reaksiyaya girərsə. Misal üçün, həll olmayan əsas ilə turşu reaksiyaya girə bilir. Deyəcəm onlarda, hamısına gələcəm. Əzbərlətdirəcəm sizə bunları ki, əzbər öyrənin ki, nə ilə reaksiyaya girə bilir. İlk öncə siz bildiniz ki, həll olan turşu ilə qələvi reaksiyaya girir. Niyə? Çünki su alınır. Həll olan turşu, onsuz da həll olmayan turşu bir dənə silikat turşusudur. Həll olan turşu ilə qələvi reaksiyaya girib həll olmayan duz və su verə bilər. Bu zaman deyirik ki, misal üçün, sulfat turşusu, üzərinə gəlirəm, barium OH2, reaksiya nəticəsində alınır barium SO4 və 2 mol su. Düzdür. Burada görürəm ki, barium SO4 də çöküntüdür, su da zəif elektrolitdir. Deməli, bunun elə tam ion tənliyi, reaksiya nəticəsində alınan maddələrin hər hamısı zəif elektrolitdirsə, deməli, tam ion tənliyi elə onun qısa ion tənliyidir. Çünki ixtisar gedən olmayacaq. Sulfat turşusunu ayıracam 2 mol H müsbət, üstə gəlinsin SO4 2 mənfi, üstə gəlinsin barium 2 müsbət, üstə gəlinsin OH mənfi 2 mol, alınır barium SO4 və su. Burada artıq qısa ion tənliyi ilə tam ion tənliyinə bərabər olur. Niyə? Çünki reaksiya nəticəsində yalnız zəif elektrolit alınırdı. Aydın oldu? Bəli, müəllimə. İndi deyirik ki, həll olmayan turşu yalnız bizim nədir? Silikat turşumuzdur. Çöküntüdür silikat turşusu. Silikat turşusu amma qələvilər ilə reaksiyaya girir, çöküntü olmasına baxmayaraq. Kalium OH da həll olur. Reaksiya nəticəsində əmələ gətirir kalium 2, silisium O3 və su. Düzdür. İndi siz bir şey bilməlisiniz ki, burada silikat turşusu özü çöküntüdür deyə onu da parçalaya bilmirsiniz. Tam ion tənliyində silikat turşusu olduğu kimi qalır. İstəyir sağ tərəfdə olsun, istəyir sol tərəfdə olsun. Çöküntüdürsə onu parçalamırsınız. Üstə gəl yazırsınız kalium, üstə gəlinsin OH mənfi. Reaksiya nəticəsində alınır 2 dənə kalium müsbət, silisium O3 mənfi və su. İndi qısa ion tənliyini tapmaq üçün kaliumlar nə olur? Bura 2 düşmüşdü, burada 2, burada 2. Mən nəsə suya da 2 sıxdım. Burada kaliumlar nə olur? İxtisar gedir. Reaksiyada qısa ion tənliyi necə çıxır? Belə çıxır ki, H2 silisium O3 çöküntüsü üstə gəlinsin 2 mol OH mənfi ionu. Reaksiya nəticəsində alınır silisium O3 2 mənfi və 2 mol su. Deməli, istəyir sağ tərəfdə olsun, istəyir sol tərəfdə olsun. Fərqi yoxdur. Çöküntüdürsə ionlara parçalaya bilməzsiniz. Sonra deyirik ki, İndi əksini, bir dənə turşu götürürük, misal üçün xlorid turşusu. Üzərinə gəlirik həll olmayan əsas, misal üçün MiSOH2. Deyirik, indi bunlar arasında reaksiya necədir? Reaksiyadan biz bilirik ki, alınır mis xlorid və su. Düzdür. Mis xlorid və sudursa,
İndi burada reaksiyada nə alınasıdır? H xloru iyonlara parçalaya bilirik. H müsbət, xlor mənfi. Üstə gəlinsin. Mis OH2 olduğu kimi qalır. Niyə? Çünki çöküntüdür. Mis xlor 2-ni isə parçalayırıq yenə. Su da olduğu kimi qalır. Yenə ixtisar eləyirik. Xlor ilə xlor, mis gəldıq və nəticədə qısa iyon tənliyində qalır. Hidrogen müsbət, üstə gəlinsin. Mis OH2 reaksiyadan da alınır. Mis 2 müsbət və su. Aydın oldu? Hər kəsə. Yəni Bəli, istəyir müəllim. sağ tərəfdə Bəli, olsun, müəllim. istəyir sol tərəfdə olsun. Xeyri yoxdur, parçalaya bilmərik. Aydın oldu? Amma biz hardan biləcəyik? Arasında gedir deyirsə, deməli çöküntü alınan iyonlardır. Yəni misal üçün bayaq birinci yazdığım reaksiyada gümüş nitrat üstə gəlinsin. Natrium xlordan deyirik ki, alınır gümüş xlor və natrium nitrat. Sənə deyir hansı iyonlar arasında reaksiyaya gedir? Çöküntümüz nədir? Gümüş xlor. Deməli gümüş ilə xlor arasında gedir reaksiya. Yəni qısa iyon tənliyindəki iyonlar arasında gedir gümüş xlor. Aydın oldu? Bəli, müəllim. Ümid Bəli, edirəm müəllim. ki, aydındır. İndi mən sizə burada Müəllim. bəli, Bayaq siz sual verdim. Siz götürüb çöküntülərin adlarını yazdınız. Mən onları soruşmurdum ki. Başqa şey bəs nə soruşurdum. soruşurdun? Mən siz orada yazmışsınız ki, mənim H-xlorla mis OH2 yazmışdınız, reaksiya aparmışdınız. Amma bu duzlarda müəllim dəqiqə, mən səhv qarışdırmışam, mən bildim. İndi ağlıma gəldi. Bildim. Toxmaşıb. Bəli, müəllim. Dərs oxu, yaxşı oxu. Dərsimiz səhifə neçədədir bu görəsən iyon mübadiləsi? Oxuyuram müəllim. Gəlin biraz iyon. Hansı halda iyonlar arasında reaksiya məhlulda axıra qədər getmir? Axıra qədər getmirsə, deməli çöküntü alınmır. Barium sulfat çöküntüdür, deməli gedir. Kalsium sulfat çöküntüdür, deməli gedir. Sink ortofosfat çöküntüdür, deməli gedir. Hardan bildim çöküntüdür? Çünki ortofosfat turşusunun yalnız 3 duzlu suda həll olur. Gümüş Bəli. xlor çöküntüdür, deməli gedir. Amma kalium ortofosfat suda həll olur, deməli getmir. Hansı reaksiya məhlulda axıra qədər getmir? Getmirsə, deməli çöküntü, qaz, su alınmır. Baxıram, bu reaksiyada sink gəlir, hidrogeni əvəz edir. Sink xlor 2 və hidrogen qazı alınır. Hidrogen qazı alındı deyə reaksiya axıra qədər gedir. C variantında kalium xlor, karbon qazı və su alınır ki, yəni karbonat turşusu alınır ki, o da zəif elektrolitdir. Reaksiya axıra qədər gedir. B variantında mislə kaliumun yerini dəyişdikdə kalium xlor və mis OH2 alınır ki, mis OH2 çöküntüdə axıra qədər gedir. D variantı gümüş xlora görə axıra qədər gedir, amma Y variantında çöküntü zəif elektrolit alınmır deyə axıra qədər getmir. 3. Mis nitratla kalium 2S məhlullarını qarışdırdıqda hansı iyonlar çöküntü əmələ gətirir? Təbii ki, mis sulfit. Yəni C bəndi. Hansı iyonlar məhlulda eyni zamanda qala bilməz deyirsə, deməli onlar reaksiyaya girib çöküntü əmələ gətirirlər. B variantı. Hansı iki iyon göy rəngli çöküntü verir? Mən indi yadıma düşdü. Çöküntülərin rənglərini demədim bir-bir. Amma sizə atacağım PDF-də onun çöküntülərin rəngi olacaq ki, əzbərləyərsiniz. Nə, hansı maddə nəyə görə təyin olunur? Bir-bir saymağıma ehtiyac yoxdur. Əzbərləyin, gələn dəfə sual-cavabda soruşacağam sizdən. Göy rəngdirsə mis OH2-dir, yəni A bəndidir. Sarı rəngdirsə gümüş yoddur. Hansı iyon mübadilə reaksiyası axıra qədər getmir? Deməli çöküntü alınmır. Variantlara baxdıqda görürəm ki, burada B bəndi olar. Çünki mis xlorid, kalium nitrat heç biri çöküntü deyil. Gümüş kationu nə ilə çöküntü təyin edirlər deyirsə, deməli Müəllimə, C çöküntü variantı verir. niyə olmaz orada? Nə? 7-də C variantı niyə olmaz?
Sulfat turşusu, çünki turşular bir-birlərini çıxardırlar. Orda artıq sən, baxmırsan ki, burda nəsə alındı mı? Onsuz da burdan alınan H2SO3 zəif elektrolitdir, zəif turşudur deyə reaksiya axıra qədər gedir. Həm də sən bu cür turşuların bir-birini çıxartmasında ancaq o qaydanı bilməlisən. Hansı turşu hansı turşunu çıxardır. Amma burada H2SO3 özü də zəif elektrolitdir deyə reaksiya axıra qədər gedir. Bildin? Bəli, bəs orada kupron klor şey deyil, Çöküntü deyil. Klorid söküntü turşusunun deyil. yalnız 2 dənə çöküntüsü var. Niyə bu qaydanı Hə, öyrənə arsenik klorla bilmirsiniz? sodium klor. Gümüş də yalnız təyin olunur flor ilə, bir də PO4 -, ortofosfat ilə. Hansı reaksiya məhlulda axıra qədər gedər? Deməli, reaksiya nəticəsində dediyimiz maddələrdən biri alınmalıdır. Variantlara baxdıqda görürəm ki, maqnezium su heç biri. Bax, burada çöküntü olmaz, burada çöküntü olmaz. Metalların yerini dəyişirəm də birbaşa. D D-də variantı. olmaz. Cavab burada D bəndidir. Gümüş klorid alınır çünki. Hansı halda reaksiya axıra qədər getmir? Deməli, reaksiya nəticəsində dediklərimizdən biri alınmır. Variantlara baxdıqda görürəm ki, A variantında maqnezium sulfat və hidrogen qazı alınır deyə reaksiya axıra qədər gedir. C variantında su alınır deyə reaksiya axıra qədər gedir. Y variantında gümüş ortofosfat alınır deyə axıra qədər gedir. B variantı reaksiyası üzvü kimyanın reaksiyasıdır. Orda asetilin, C2H2 və kalsium OH2 alınır. C2H2-də qaz halında maddədir deyə reaksiya axıra qədər gedir. D variantında natriumdan kaliumun yerini dəyişsən belə heç bir çöküntü alınmır. Ona görə axıra qədər getmir. Cavabımız da olur D bəndi. İyon mübadiləsi reaksiyaları sizə asan gəlməsin. Belə nəzəriyyəsi azdır. Əgər sən duzların çöküntülərini və s. əzbər bilirsənsə, tez başa düşmək olur. Amma ki, asan deyil də, yəni başa düşmək üçün də vaxt tələb olunur. Deməli, yəni bu cür yazacaqsınız. İndi mənə misal üçün burdan sizə qaranlıq qala bilən suallara artıq baxım. İlk 10 nümunəsinə belə baxdım ki, öyrəşəsiniz. 21, 22, 23 asan da çöküntüləri müəyyən eləməlisiniz ki, düzgün verilib ya yox. Sulfat turşusunu təyin etmək olar deyirsə, deməli sulfat turşusu həmin maddə ilə çöküntü verməlidir. Variantlara baxıram ki, hansı insulfat turşusu ilə təyin oluna bilər. Hansı iyonları? Hə, üzrlü sayın. Deyir, hansı iyonları sulfat turşusu ilə? Cavab burada C bəndidir. Sulfat turşusunu töksən, bariumdan çöküntü verəcək deyə təyin olunur. CO3-ün də üzərinə, hər hansı bir duzunun üzərinə, misal üçün natrium karbonatın üzərinə sulfat turşusu gələndə buradan reaksiyadan nə alınır? Natrium 2SO4 və karbon qazı. Karbon qazı alınıb uçub gedir deyə mən karbon qazı alındı deyə bilirəm ki, artıq orada CO3 2 mənfi iyonu var imiş. Yəni bu forma fikirləşirsiniz ki, görüm iyon mübadiləsi reaksiyaları neçə dənədir? %105 dənədir mənim. Sabaha vermişəm. Sabaha çatdırmayasınız duzların hidrolizi ilə. Elə bəlkə 105 dənə iyon mübadiləsi qalsın sadəcə. Tələsmirik də, olmasa duzların hidrolizini elektrolizlə çatdırmasanız da yenə əlavə salaram, problem deyil. Tez-tez gedib aləmi iyon mübadiləsi asan mövzu deyil çünki. Deməli uşaqlar, mən sizə bütün o konspekti